Narda gəzir. Oturun öz dərdinizi çəkin də. Ay bacı, dərdiniz yoxdur sizin. Hı? Yoxdur. Tuvaletə girəndə telefonu alır əlinə, tuvaletdə yazışır. Evə girənə qədər də bizdə də var. Blokda bir dərəsi var. Allahın adından da olsun, mən gələm görəm orada danışır. Başlayır qışqırmağa. Evə qalxıram yazma, evə qalxıram yazma deyir. Oturun öz dərdinizi çəkin də. Ay bacı, sənə qurban olaram. Salam Zeyn və bədən, xoş gəlmişsən həyatım. Hə. Xoş gəlmişsiniz ürəyim. Yandıqlarından bilmirlər nə yazırlar. Bilmirsiniz nə yazarsınız? Hansı lazerə gəlsən? Diod yox. Aleksandrit Kandela. Nə çox yazdınız ay bacı, hansı lazerə gedirsən? Aleksandrit Kandela diod lazerdir ki. Arkadakı kişi kimdir? Ruhdur bacı, gəlib evimizə. Məni tək qoymur, deyir təklik Allaha məxsusdur. Kişi var arkada, salmış, evi kişi salmış. Az nə qatıq danışırsan az sən? Sənin ərin də elə. Ərim eləydi, boşadım, getdi. Dedim, qurbağalar ancaq göl kənarında olur, ancaq poxlu milçəkləri yeyir. Dedim, sən get poxlu milçəkləri ye. Tüpürdüyümü yalamadım. Sizi kimi də sığallayıb, çorabın yuyub başımın gözünün üstünə qoymuram. Gördüm, öz sənətindən əl çəkmir, bataqlığı sevir. Dedim, elə qurbağa bataqlıqda olub milçək yesə yaxşıdır. Göndərdim mən onu bataqlığa. Sən niyə mənim ərimin dərdini çəkirsən? Belə çox maraqlıdırsa, vallahi get xalqlarda işləyir. Neydim, sizi kimi tüpürdüyümü yalayım? Heç vaxt deyim, sonra o asfalta tüpürüm, sonra da 1000 dənə nəfər gəlib o tüpürcəyin üstünə keçsin, sonra da o tüpürdüyümü yalayım sizi kimi pula görə. Biri də sevinərək, deməli payız ətirli xanımdır yəqin ki bu. Yazıb ki, valla özü yaşayıb bunu çox yaxından tanıyıram. Əlbəttə ki, yaşamışam. Mən demirəm ki, yaşamamışam. Hə, yaşamışam mən də. Mən də xəyanətə uğramışam, boşamışam. Yaşamışam. Burada gülməli nə var ki, gülürsənsə başıma gəlsin. Mən nə deyirəm ki, deyirəm yaşamamışam. Gülürsən başıma